Baş ağrısı ilə yanaşı beyin tümörlərində başqa simptomlar da vardır ki, bunlardan ən çox gördüklərimiz ürək bulanma, qusma, bu kəllə-daxili təzyiqin artmasının nəticəsidir. Bundan başqa beyin həmin o şişin hansı strukturu, beyin hansı strukturun sıxmasına görə müəyyən simptomlar verə bilir ki, bunlardan məsələn görmə mərkəzinə yaxın olan şişlərdə görmədə problemlər, hərəki motor mərkəzdə olan şişlər vücudun bir tərəfində gücsüzlüklərə, hissi mərkəzdə hissizliklərə, hissizliyin olmasına, bundan başqa bəzi endokrin disfunksiyalara səbəb ola bilər ki, məsələn, bu hipofiz adenomlarına məxsus simptomlardır. Bundan başqa, alın payı şişlərində özəlliklə xarakterdə, insan xarakterində dəyişiklik, müxtəlif psixolojik problemlərə belə səbəb ola bilər. Eyni zamanda şişlər adətən beyin toxumasını sıxdığı üçün, müəyyən kompress etdiyi üçün epileptik tutmalara da səbəb ola bilirlər ki, bəzi hətta beyin şişlərinin aşkar olunması bu epileptik tutmalardan sonra çəkilən hər hansı bir beyin görüntüləməsi ilə diaqnoz qoyulmuş olur.